İfadənin nəticəsini yeddili say sistemində müəyyən edin. İfadəni yazaq ilk öncə. Ədədlər hər ikisi yeddili say sistemində olduğuna görə nəticə yeddili say sistemində istəyir. Alt-alta toplayırıq. 4 üzərinə 6 gəlirəm. 10 edir. Yeddili say sistemində 10 olmadığına görə onu 7-yə bölürəm. 1 qalıqda 3. 3'ü yazıram. 1 yadda. 2'nin üzərinə 3 gəlirəm 5. 1 də yadda 6. 3 üstə gəlinsin 5, 8. Yeddili say sistemində 8 olmadığına görə 8'i 7'yə bölürəm. 1 qalıqda 1. 1'i yazıram yenə. 1 yadda. 5 üstə gəl 2. 7. 1 də yadda 8. 8'i yenidən 7'yə bölürəm. 1 qalıqda 1. 1'i yazıram. 1 yadda və o yadda qalan 1 də ən sola gəlir. Aldığımız ədəd D variantında uyğundur. 6 simvollu şifrə hazırlamaq üçün onluq say sistemi rəqəmlərindən istifadə edilir. Hazırlana biləcək şifrələrin mümkün sayını müəyyən edin. Şifrədə simvollarımızın sayı 6'ya bərabərdir və hər bir simvol üçün biz əlifbadan 10 simvoldan istifadə edəcəyik. Demək ki, hər bir xanaya biz 10 qeyd edəcəyik və mümkün variantların sayı onu alt dəfə öz-özünə vurmaqdır. Yəni 10 vurulsun, 10 vur, 10 vur, 10 bu formada. Cavab da 10 üstü 6 edəcək. Yəni D variantı olacaq. 5 gigabitin 15%, 16 megabaytın 5%-dən neçə dəfə böyükdür? Yəni hər ikisini megabayta çevirək. Yəni 5 gigabiti megabayta çevirəcəm. 5 gigabit bərabərdir 5 vurulsun 2 üstü 10 megabit. Bu da bərabərdir 5 vurulsun 2 üstü 7 megabayt. Bizə deyir ki, 5 vur 2 üstü 7 megabaytın 15%, yəni 5 vur 2 üstü 7 megabayt vur 0,15. 16 megabaytın, yəni 2 üstü 4 megabaytın 5%-dən, yəni 0,5'ə vurduqda 5%-ni tapmış oluruq. 5%-dən neçə dəfə böyükdür? Burada 2 üstü 4 ilə 2 üstü 7 ixtisar edir, 2 üstü 3 qalır. 0,15 ilə 0,5, 0,5 ixtisar etdikdə 3 qalır. Alırıq və megabaytlar da təbii ki ixtisar edir. 5 vur 2 üstü 3 vurulsun 3. Yəni 8 vur 15, yəni 120 dəfə. Yəni sualımızın cavabı olur B variantı. 5/2 vur 256 ölçücü olan qrafik faylın həcmi 5/2 kilobaytdır. Faylın hazırlandığı standartın maksimal rənglərin sayını müəyyən edin. Düsturumuz Q bərabərdir K vurulsun I. Burada Q faylın həcmidir, yəni 5/2 kilobayt bərabərdir K üçün, yəni ölçü üçün 5/2 vur 256 yazırıq, vurulsun I-yə. Buradan I-ni tapmalıyıq. İlk öncə kilobaytı bitə çevirək. 5/2 2 üstü 9 vur kilobaytdan bitə keçəndə 2 üstü 13 bit bərabərdir 2 üstü 9 vur 2 üstü 8 vurulsun I-yə. I də bərabərdir 2 üstü 22 bit bölünsün 2 üstü 17'yə. Və buradan 2 üstü 5 bit almış oluruq. Yəni bizim bir pikselimizin rəngi 32 bitlə kodlaşdırılır. Yəni bir pikselimizin yaddaşa tutduğu həcm 32 bitdir. Bizdən istənilən maksimal rənglərin sayıdır. O da n-dir. N də bərabər olur 2 üstü i-yə. Yəni 2 üstü 32'yə. Sualımızın cavabı olur C variantı. A məntəqəsindən F məntəqəsinə ən yaxın yolun uzunluğunu müəyyən edin. İlk öncə A-dan baxırıq. A-dan ən kiçik gedə biləcəyimiz məntəqə B-dir, yəni 3'dür. B məntəqəsinə ən yaxın məntəqə C məntəqəsidir, 1 olacaq. C məntəqəsinə ən yaxın məntəqə D məntəqəsidir, yəni 2'yə bərabərdir. Və D məntəqəsindən də F məntəqəsinə 2 yolu getmək olur. Burada biz 8'i alırıq. Daha sonra baxırıq ki, F-dən geriyə A-ya geçsək ən yaxın necə gedə bilərik? F-dən D-yə gedə bilərəm 2, D-dən gələ bilərəm yenə C-yə 2, C-dən yaxına gedə bilərik B-yə 1, B-dən də A-ya gedə bilərik 3. Eyni yolu verir. Amma bizim burada fikir verəcəyimiz nədir? F-dən D-yə getdikdə 2 edir. Bəs D-dən birbaşa A-ya da yol var. D-dən A-ya mən elə 4 gedə bilərəm. Yəni artıq 2, sonra 1 və ondan sonra artıq 3'ü yazmaqdansa bunların cəmi 6 edir. Birbaşa A-ya gedərəm. Yəni burada biz olacaq cavabımız 6. Yəni F-dən birbaşa, A-dan birbaşa F-ə getmək üçün A-dan D-yə 4, D-dən də F-ə 2 qəbul edəcəyik. Yəni sualımızın cavabı olacaq
B variantı 6. Tənliyindən x-i müəyyən edin. Baxırıq ki, hər bir ədəd fərqli say sistemdədir. Ona görə hər birini onluq say sisteminə gətiririk. Və onluq say sistemi gətirdikdə, birinci ədəd üçün 2 vur 5-in kvadratı, yəni 50, üstə gəlsin 2 vur 5 üstü 1, yəni 10, üstə gəl 2 vur 5 üstü 0, yəni 2 alırıq. Üstə gəlinsin 1 vur 3-ün kvadratı 9, üstə gəl 1 vur 3 üstü 1, 3, üstə gəl 1 vur 3 üstü 0, yəni 1 alıram. Çıxılsın 3 vur 4-ün kvadratı, yəni 48, üstə gəl 3 vur 4 üstü 1, yəni 12, üstə gəl 3 vur 4 üstü 0, yəni 3 almış oluruq. Və buradan 62, üstə gəlinsin 13, çıxılsın 63 alırıq. Və aldığımız qiymət 12 onluq say sistemdədir. Bizdə x 6-lıq say sistemi olduğuna görə 12-ni 6-lığa çevirirəm. Olacaq 2 vurulsun 6 üstü 1, yəni 2, 0, 6-lıqda olacaq. Yəni sualımızın cavabı olacaq Y variantı. 8-ci say sistemdə rəqəmləri fərqli ən böyük 5 rəqəmli ədədi 16-lıq say sistemdə ifadə edin. 8-ci say sistemdə ən böyük rəqəmimiz 7-dir. Fərqli dediyinə görə ondan sonraki böyük ədəd 6, yəni rəqəm olaraq 5, 4 və 3-ü qəbul edirik. Və deyək ki, 16-lıqda ifadə et. Hər bir rəqəmin ilk öncə ikilikdəki qarşılığını yazacağıq. Daha sonra sağdan sola 4-4 ayıraraq 16-lıqdakı qarşılığını tapmış olacağıq. 7 üçün 3 ədəd 1, 6 üçün 1, 1, 0, 5 üçün 1, 0, 1, 4 üçün 1, 0, 0, 3 üçün 0, 1, 1. İkilikdə qarşılığını yazdıq. Daha sonra sağdan sola 4-4 ayırırıq və əlavə 0 əlavə edirik sola. 7, D, 6, 3. 16-lıq say sistemində almış oluruq. Uyğun variantımız olur A variantı. Verilmiş qraf nümunəsində dövrilərin sayını müəyyən edin. Bu qraf nümunəsində hər bir sahəni bir rəqəmlə qeyd edək. Yəni bir fiqur kimi qəbul edək, fiqurun sahəsini bir rəqəm deyək. Burada bir rəqəmlə qeyd etdiyimiz sahə qapalı yol dövrə yaradır. Demək ki, birinci dövrəmiz bir sahəli fiqurun dövrəsi olacaq. Daha sonra ikinci dövrəmiz sahəsini 2 qeyd etdiyimiz fiqur olacaq. Üçüncü dövrəmiz isə üçüncü fiqurun, yəni 3-də qeyd etdiyimiz fiqurun sahəsi olacaq. Daha sonra ortaq tərəfləri olan sahələrə baxıram. 1 və 2-nin ortaq tərəfi olduğuna görə deyirəm ki, 1-2-nin birləşib yaratdığı fiqur bizə bir dövrə verir. Daha sonra 1 və 3 sahəsi, daha sonra 2 və 3 rəqəmli, nömrəli sahələrin ortaq tərəflərini biz oradan silsək, artıq yeni bir dövrə almış oluruq. Və sonuncusu, bu 3 sahənin birləşməsindən alınan fiqur 1, 2, 3 bizə yeni bir dövrəni vermiş olur. Ümumilikdə neçə dövrəmiz oldu? Ümumilikdə saydıqda 7 dövrəmiz oldu. Yəni sualımızın cavabı olacaq A variantı. A məntəqəsindən Y məntəqəsinə müxtəlif yolların sayını müəyyən edin. Bu sualı həll etmək üçün 2 yolumuz var. Ya qonşuluq matrisinin qrafını çəkib o formada həll edəcək və yaxud da qonşuluq matrisinin üzərində. İlk öncə A məntəqəsindən Y məntəqəsinə dediyinə görə A sütununa 1 deyirəm. Yəni başlanğıc 1-dir. Daha sonra baxıram ki, hansı məntəqəyə, yəni hansı sütuna yalnız A-dan yol var. Baxıram ki, yalnız B sütununda A ilə kəsişməsi 1-dir. Demək ki, B də 1-dir. Sonra digər bir baxacağımız məntəqə nə olacaq? Hansı məntəqəyə yalnız A və B-dən yol gəlir? Baxırıq bu D məntəqəsi. D-yə A və B-dən yol gəlir, yəni ikisinin cəmi o zaman D olur 2. Yerdə qalır bizdə C məntəqəsi. C məntəqəsinə B və D-dən yol gəldiyinə görə B ilə D-nin cəmi 1 üstə gəl 2 bizə 3-ü verir. Və Y məntəqəsinə B, C və D məntəqələrindən yol olduğuna görə 3-ünün cəmi, yəni 1 üstə gəl 3 üstə gəl 2 ümumilikdə 6 yol olmuş olur. Sualımızın cavabı olur D variantı. İfadənin 16-lıq say sistemində qarşılığını müəyyən edin. İfadəmizi yazaq. 16-lıq say sistemi qarşılığını istəyirəmsə 16-nın qüvvət şəklində yazacağam. İlk öncə 32-nin kvadratını 2 üstü 5 üstü 2, yəni 2 üstü 10 kimi yazacağam. Üstə gəlsin 16-nın kubu, 16-lıq say sistemində 16-nın qüvvət şəklində yazılma görə 16 kubu ilə işim yox, dəymirəm. Daha sonra çıxılsın 8 üstü 4. 8 üstü 4-də
2 üstü 3 üstü 4. Yəni 2 üstü 12'ye bərabərdir. 2 üstü 10'u 2 üstü 4 üstü 2 vurulsun. 2'nin kvadratı kimi göstərirəm. Üstə gəl 16'ın kubu çıxılsın. 2 üstü 12'ni də 2 üstü 4 üstü 3 kimi göstərirəm. Və buradan alıram. 4 vurulsun 16'nın kvadratı. Üstə gəl 16'nın kubu çıxılsın 16'nın kubu. Yerdə qalır 4 vur 16'nın kvadratı. Yəni 16'nın kvadratından 4 ədəd var. 16 üstü 1 yoxdur. 16 üstü 0 da yoxdur. Cavabımız olur C variantı. 600 simvolluq əlifbada kodlaşdırılan 5 sonraki səhifəli mətn faylının hər səhifəsində 32 sətr və hər sətrində 128 simvol var. Mətnin həcminin 20% bağlantı vasitəsilə 128 kilobit saniyə sürətlə neçə saniyəyə ötürürlər? Verilənlərimizi yazaq. N bərabərdir 600, yəni 600 simvolluq əlifbadır. Demək ki, I alırıq 10 bit. K simvol sayı bərabərdir 5 sonraki səhifə vurulsun 32 sətr vurulsun 128 simvol. Yəni 2 üstü 9 vur 2 üstü 5 vur 2 üstü 7. Buradan da alırıq 2 üstü 21 simvol. Və bizə deyir ki, bu mətn faylının 20% göndərilir. Gəlin ilk öncə mətn faylının özünü tapaq. Nəyə bərabər olacaq? 10 vurulsun 2 üstü 21'ə. Və bu faylı 20%-ni, yəni 0,2 hissəsini tapsaq, alacağıq deməli 2 vur 2 üstü 21, yəni 2 üstü 22 bit almış oluruq. Digər düsturumuz nə idi? Q bərabərdir V vur T. Burada Q 2 üstü 22 bitdir. V nəyə bərabərdir? 128 kilobit böl saniyə. Yəni 2 üstü 7 vur 2 üstü 10 bit böl saniyə vurulsun T'yə. Buradan T'ni tapmaq üçün 2 üstü 22 biti böləcəm 2 üstü 17 bit böl saniyə və saniyə qalxacaq yuxarı. Bitlər ixtisar gedir. 2 üstü 17 ilə 2 üstü 22 ixtisar gedir. Qalır 2 üstü 5 saniyə. Yəni 32 saniyə. Yəni biz bu faylın 20%-ni 32 saniyə göndərmiş olacağıq. Sualın cavabı olur Y variantı. 4 dost fərqli qiymətlərdə və fərqli adlı kompüterlər alıblar. Onların aldıqları kompüterlərdə əlaqəli aşağıdakı mülahizələr məlumdur. İlk öncə zərbələrimizi yazaq. Dostların adını qeyd edək. Ömər, Əli, Zeynəb və Şəfəq. Və aldıqları kompüterlərin adlarını qeyd edək. Hansılardır? Asus, Acer, Dell və HP. Və qiymətləri 500, 650, 700 və 950. Baxaq, nə deyir? Ən bahalı və ən ucuz kompüteri oğlanlar alıb. Demək ki, oğlanlar 650 və 700 manatlıq kompüterlər almayıblar. 650 və 700-ə oğlanlara minus qoyuruq. Və ən bahalı və ən ucuz kompüteri oğlanlar aldığına görə qızlar ən bahalı və ən ucuz kompüteri almayıblar. Əlinin aldığı kompüter dostların aldığı kompüterlərin qiymətlərinin ədədi ortasından bahadır. Təbii ki, 50 ya 500 ya 950-lik bir kompüter alıb və bu ədədləri cəmlədikdə ədədi ortası 950-dən kiçik olacaq. Yəni o zaman Əli 950 manatlıq kompüter alıb. Və Əli 950 manatlıq kompüter alıbsa, Ömər üçün bu 500 manatlıq kompüter olur. Daha sonra qızlar adı eyni hərflə başlayan kompüterlər alırlar. Yəni qızlar Asus'la Acer alırlar. Demək ki, Ömərlə Əli Asus'la Acer ala bilməz və Zeynəblə Şəfəq də Dell və HP ala bilməz. Ən bahalı kompüter Dell'dir. Yəni 950 manatdır. 950 manat Əli'dədir. Demək ki, Əli Dell kompüterini alıb. Demək ki, HP Ömərə qalır. Şəfəqin kompüteri Zeynəbin kompüterindən ucuzdur. Baxıram, Şəfəq deməli 650 manatlıq kompüter alıb, Zeynəb isə 700 manatlıq. Və o Asus alıb. Yəni Şəfəq Asus alıb. Şəfəq Asus alıbsa, Zeynəb üçün də Acer qalır. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Baxaq. Ömər ən ucuz kompüter alıb. Baxıram, bəli, Ömər 500 manatlıq kompüter alıb. Acer 700 manatdır. Acer burada qeyd olunub və 700 manatdır. Əli HP alıb. Baxırıq, Əli nə alıb? Dell alıb. Demək ki, Əli HP almayıb, Dell alıb. Digər variantlara baxaq. Zeynəbin kompüteri 700 manatdır. Zeynəb, bəli, 700 manatlıq kompüter alıb və Şəfəq Acer almayıb. Bəli, Şəfəq Asus alıb. Yəni sualımızın cavabı olur C variantı.
Hesablayın. İlk öncə ifadəni yazaq. 2 kilobayt üstə gəl 50 bayt çıx 64 bit üstə gəlsin 2 kilobit. Cavablar baytla olduğuna görə hər bir ölçü baytını bayta çevirərəm. 2 kilobayt olacaq 2048 bayt üstə gəl 50 bayt olduğu kimi qalır. Çıxılsın 64 bit, bitdən bayta keçmək üçün 8-ə bölürəm. 64 bitim 8 bayta bərabər olur. Üstə gəlinsin 2 kilobit, yəni 2 üstü 11 bitdir. 2 üstü 11 biti də, yəni biti də bayta çevirmək üçün yenə 2 üstü 3-ə böləcəm. 2 üstü 8 bayt alıram, yəni 256 bayt almış oluram. Buradan da topladıqda, yəni 2048 üstünə 50 gəlir 2098. Ondan 8 çıxdıqda 2090. 2090 üstündə 256 gələndə 2346 bayt almış oluruq. Yəni sualımızın cavabı olur A variantı. 2 mətn faylının birlikdə həcmi 10 megabaytdır. Unicode standartının kodlaşdırılan 2048 səhifəli mətn faylının hər səhifəsində 2048 simvol var. Digər mətn faylında ümumilikdə 220 simvol varsa, faylın kodlaşdırıldığı əlifbanın gücünü müəyyən edin. Yəni bizə deyir ki, Q1 üstə gəl Q2 bərabərdir 10 megabayt. Və birinci faylımız yazıb ki, Unicode-da kodlaşdırılır və 2048 səhifənin hər birində 2048 simvol var. Q1 üçün yazacağım. K1 vur I1 üstə gəl Q2 üçün K2 vur I2 qeyd edəcəm. Və 10 megabayta bərabər olduğunu bizə verib. K1-in yerinə 2048 vur 2048, yəni 211 vur 211 vurulsun. I1-in yerinə Unicode olduğuna görə 204 bit yazıram. Üstə gəlinsin K2. Deyir ki, faylda 220 simvol var. Yazaq 220 vurulsun. I2-ni bilmirəm. Və 10 megabayta bərabərdir. Bu hissədən biz alırıq 2 üstü 26 bit. Üstə gəl 2 üstü 20 vur I2 bərabərdir 10 megabayta. 2 üstü 26-nı 2 üstü 23-ə bölsəm, alacam 2 üstü 3 megabayt, yəni 8 megabayt. Üstə gəl 2 üstü 20 vur I2 bərabərdir 10 megabayta. Demək ki, 2 üstü 20 vur I2 2 megabayta bərabərdir. Bu da bərabərdir. Megabayta bitə çevirsəm, 2 vurulsun 2 üstü 23, yəni 2 üstü 24 bitə bərabərdir. Buradan I2-ni taparam. I2 bərabər olur. 2 üstü 24 böl 2 üstü 20, yəni 2 üstü 4 bit, yəni 16 bit. Yəni bizim ikinci mətnin kodlaşdırıldığı əlifbada bir simbol 16 bitə bərabərdir. Və deyir ki, faylın kodlaşdırıldığı əlifbanın gücünü müəyyən edin. Güc nədir? Yəni N. N də bərabər olur 2 üstü I-yə, yəni 2 üstü 16-ya. Cavabımız olur elə C variantı. Aşağıda verilmiş qraf nümunəsində A məntəqəsindən O məntəqəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. A-dan başladığımıza görə A-ya 1 veririk. Sonra baxırıq ki, hansı məntəqə yalnız A-dan yol gəlir. Bu, B və C məntəqələridir. D məntəqəsinə A, B və C-dən yol gəldiyinə görə D3 olur. Y məntəqəsinə C və D-dən yol gəldiyinə görə Y4 olur. F məntəqəsinə yalnız B-dən yol gəldiyinə görə F1 olur. C məntəqəsinə F, B, D və Y məntəqələrindən yol gəlir. Bu da bizə verir 9-u. H məntəqəsinə F, C və Y məntəqələrindən yol gəlir və H məntəqəsi olur 14. K-ya H-dan yol gəldiyinə görə K da 14 olur. J-yə də yalnız H-dan yol gəldiyinə görə J də 14 olur. L-ə isə hər üç məntəqədən, yəni H, K və J-dən yol gəldiyinə görə L olacaq 42. M məntəqəsinə yalnız K-dan yol gəlir. M olur 14. N məntəqəsinə J və L-dən yol gəlir. N olacaq 56. Və O məntəqəsinə M, L və N məntəqələrindən yol gəlir. Üçünün cəmi bizə verir 112-ni. Yəni sualımızın cavabı olur A variantı. Verilmiş ifadələrdən ən böyüyünü müəyyən edin. Ən böyük ifadəni müəyyən etmək üçün hər birini onluq sayısına gətirəcəyik. A variantında 1, 1, 5 üstə gəl 1, 1, 2 çevirdikdə nə alacağıq? Deməli, 36 üstə gəl 6 üstə gəl 5 üstə gəlinsin 49 üstə gəl 7 üstə gəl 2 almış oluruq. B variantında 5 vur 16, yəni 80 üstə gəlinsin 4 üstə gəl 4 vur 16
64 üstə gəl 3 almış oluruq. C variantında ikili sayı sistemində verilmiş ədədlərdən alırıq 16 üstə gəl 2 üstə gəlinsin 16 üstə gəl 8. Daha sonra D variantına baxırıq. 1, 0, 1, 8-likdə, yəni 64 üstə gəl 1 üstə gəlinsin 2, 3, 8-likdə, yəni 16 üstə gəl 3 almış oluruq. E variantı onluq sayı sistemində verildiyinə görə birbaşa 140 yaza bilərik. Və bu variantlarda baxırıq ki, ən böyük ədədimiz hansında alınır? B variantında alınır. Yəni sualımızın cavabı olur B variantı. 150 rəng çalarlı standartda kodlaşdırılan qrafik faylın enini 2 dəfə artırıb uzunluğunu 4 dəfə artırdılar. Daha sonra faylı 200 rəng çalarlı standartda kodlaşdırdılar. Faylın həcmi necə dəyişdi? İlk faylın həcmi nəyə bərabər idi? Q1-ə. Bu da bizə verir bizə K1 vur I1-i. K1 üçün yazaram X vur Y, yəni M vur uzunluq vurulsun I1. Q2 üçün nə yazacağım? Deyir ki, N-ini 2 dəfə artırdıq. Deyək ki, N olsun X, o zaman 2 dəfə artırsam olacaq 2X vurulsun. Uzunluq da 4 dəfə artıbsa bu 4Y olacaq və vurulsun I2 olacaq. Və baxırıq ki, təbii ki artıb. O zaman Q2-ni Q1-ə bölərəm. Q2-ni bölsəm Q1-ə tapacam. 2X vur 4Y vur I2 bölünsün. X vur Y vur I1 almış oluram. X və Y-lər ixtisar gedir. Qalır 8I2 böl I1. Və bizə deyir ki, 150 rəng çaları idi. Yəni I1, yəni M1, yazaq buradan. M1 150 idi. Və buradan da biz I1-i 8 bit alırıq. N2 deyir ki, 200-ə bərabər olub. N2 200 isə yenə buradan I2-ni 8 bit almış oluruq. Yəni I1 bərabərdir I2. O zaman I1-lə I2 də ixtisar gedir və 8 almış oluruq. Yəni Q2 Q1-dən 8 dəfə böyükdür. Sualımızın cavabı olur B variantı. Həzmi 64 MB olan tam dolu diskdən hər birinin həzmi 5 MB olan 3 ədəd qrafik fayl, hər birinin həzmi 3072 KB olan 4 ədəd mətn faylı və hər birinin həzmi 3 MB olan 10 ədəd səs faylı silindi. Daha sonra diskə həzmi 6 MB olan 2 ədəd video faylı yazıldı. Diskə əlavə olaraq həzmi 3 MB olan neçə fayl yazmaq olar? 64 MB-lıq bizim bu diskdən silinib 5 ədəd 3 MB-lıq fayl, yəni 5 vur 3 MB. Daha sonra silmişik, 3072 KB, yəni 3 MB edir. 4 ədəd yenə 3 MB-lıq fayl silmişik. Daha sonra 10 ədəd 2 MB-lıq fayl silmişik. Və daha sonra bu diskin üzərinə 6 MB-dan 2 ədəd yenə bir fayl yazmışıq. Burada nə tapacağıq? 64 çıx 15 çıx 12 çıxılsın 20 üstə gəlinsin 12. Buradan da 29 MB tapmış oluruq. Deyir ki, bu diskə əlavə olaraq həzmi 3 MB olan neçə fayl yazmaq olar? Yəni 29-u bölürük 3-ə, tam olaraq 9 tapırıq. Yəni bizim 9 faylımız tam olaraq bu diskə yerləşəcək. 10-cu fayl üçün isə artıq yer yoxdur. Sualımızın cavabı olacaq C variantı. Mətn faylında simvol sayını 2 dəfə azaldıqda faylın həzmi 1 MB azaldı. Mətn faylı ASCII standartına kodlaşdırılmışsa fayldakı ilkin simvol sayını müəyyən edin. Düsturumuz Q bərabərdir K vur I-dir. O zaman yazıram ki, K vurulsun I çıxılsın 1 MB bərabərdir. Simvol sayı 2 dəfə azalıb. Yəni K böl 2 vurulsun I-yə bərabər olub. ASCII standartında olduğuna görə I-ni yenə 8 yazacağıq. Yazıram 8K çıxılsın 1 MB, yəni I-ni bitlə qeyd etdiyimizə görə 1 MB-da bitə çevirirəm. 8K çıx 2 üstü 23 bərabərdir. I-ni yenə 8 yazsam, 8 vur K bölü 2, yəni 4K almış olacam. Buradan 4K bərabərdir 2 üstü 23-ə. K da bərabər olur 2 üstü 23 bölü 2 üstü 2, yəni 2 üstü 21-ə. Yəni sualımızın cavabı olur C variantı. Onluq sayı isimlə verilmiş ifadəni 16-lıq sayı isimlə müəyyən edin. İfadəmizi yazaq. 16-lıq sayı isimlə ifadə etmək istəyirsə, 16-nın qüvvət şəklini göstərərəm. 32-nin kubunu 2 üstü 5 üstü 3, yəni 2 üstü 15 kimi qeyd edəcəm. 16 üstü 4 olduğu kimi saxlayıram. 53 üçün yazacağım 3 vur 16 üstü 1, yəni 48 üstə gəl. 5 vur 16 üstü 0 qeyd edərəm. 2 üstü 15-i yazaram. 2 üstü 4 üstü 3 vurulsun 2-nin kubu.
Üstəgəl 16 üstü 4 olduğu kimi saxlayaq. 3 vur 16 üstü 1 üstəgəl 5 vur 16 üstü 0. Buradan 16 üstü 4 ən böyük bizdə burada ədəd olur. 16 üstü 4'ü qarşıda yazıram. Yəni 1 vur 16 üstü 4. Üstə gəlinsin 2'nin kubu 8. 8 vur 16'nın kubu. Üstə gəl 3 vur 16 üstü 1. Üstə gəl 5 vur 16 üstü 0. Qüvvətlərin qarşısındakı rəqəmləri yazıram. 16 üstü 4'dən 1 ədəd var. 16'nın kubundan 8 ədəd var. 16'nın kvadratı yoxdur. 16 üstü 1'dən 3 ədəd var. 16 üstü 0'dan isə 5 ədəd var. Aldığımız ədəd A variantında var. Demək ki, cavabımız A'dır. Ölçüləri 36 cm-in 48 cm olan divara maksimum hansı ölçülü monitor yerləşdirmək olar? Burada bizim hündürlük və en 36'nın 48'ə bərabər olur. İlk öncə diagonalı tapmalıyam. Diagonal bərabərdir. Kök altında 36'nın kvadratı üstə gəl 48'in kvadratı. Buradan biz diagonaldan 60 cm tapacağıq. Nəyə görə? 36'ya 3K desəm, 48 4K olsa, demək ki, 5K bizə lazımdır. Yəni, düz bucaqlı, 3 bucaqda 3K, 4K, 5K nisbətinə görə diagonal tapa bilirik. Diagonalı tapdım 60 cm. Məndə bu sualda düymlə soruşur. 60 cm-i də düymə çevirmək üçün 2,154-ə böləcəm və cavab olaraq 23 tam kəsirli bir qiymət alacağım. Bizə də lazım olan maksimum hansı ölçüdür? Maksimum 23'dür. Yəni, sualımızın cavabı olur D variantı. Qonşuluq matrisi verilmiş qrafın neçə tili var? Baxırıq ki, matris diagonala nəzərən simmetrikdir. Yəni, bu yönəldilməmiş qrafın matrisidir. O zaman diagonalın yuxarısındakı və yaxud da ki, aşağısındakı birləri saysaq, bizə tillərin sayını vermiş olacaq. Burada da 7 ədəd birimiz var. Yəni, diagonalın yuxarısında 7, aşağısında 7. Ümumilikdə demək ki, bizim bu matrisin, qonşuluq matrisinin qrafında 7 til var. Sualımızın cavabı olur Y variantı. Çıxış qurğuları olan variantları artan sırayla düzün və alınmış onluq say sistemindəki ədədi 8-ci say sistemində ifadə edin. İlk öncə çıxış qurğularımızı tapaq. Çıxış qurğuları printer və monitordur. Skaner giriş qurğusudur, klaviatura, kamera və mikrofon hər biri giriş qurğusudur. Və aldıq 24 onluq say sistemində. Bu da bərabərdir 3 vurulsun 8 üstü 1-ə, yəni 3 0 8-ci say sistemində. Cavabımız olur 3 0. Onluq say sistemində verilmiş ifadənin 8-ci say sistemi qarşılığını müəyyən edin. Gəlin ifadədəki ədədlərin 2-ni qüvvət şəklində göstərək. 128-i 2 üstü 7, 64-ü 2 üstü 6, 32-ni 2 üstü 5, 16-nı 2 üstü 4 kimi göstərəcəyik. Və burada 4, 2, 1, 1-i 8-ə bərabər olduğuna görə 8-i 2-nin kubu şəklində göstərəcəyik. Daha sonra ikilik say sistemində qarşılığını yazaq. Aldığımız bu ifadənin, yəni ədədin. 2 üstü 7-dən 1 ədəd var, 6-dan 1 ədəd, 5-dən 1 ədəd, 4-dən və 3-dən 1 ədəd, 2 üstü 2, 2 üstü 1 və 2 üstü 0 da yoxdur. 8-ci say sistemi çevirsək, sağdan sola 3 ayıracaq və aldığımız, yəni hər bir üçlüyün 8-dəki qarşılığı olacaq 3, 7, 0 şəklində almış olacaq və cavabımız olacaq 3, 7, 0. Kompüterin əsas təməl qurğuları hansılardır? Nəzərdən də bildiyimiz kimi, kompüterin 4 əsas qurğusu var idi. Hansılar idi? Sistem bloku, monitor, siçan və klaviatura. Burada olan variantlarımız sistem bloku, monitor və siçan olduğuna görə cavabımız olacaq 2, 3, 5. Verilmiş qraf nümunəsinin qonşuluq matrisi qurularsa, matrisdəki birlərlə sıfırların fərqini müəyyən edin. Matrisdə ilk öncə xanaların sayını tapaq. Xanaların sayı bərabərdir təpə nöqtələrinin kvadratı. Ümumilikdə 5 təpə nöqtəsi var. Yəni 5-in kvadratı 25 edəcək. Daha sonra birləri taparam. Birlər nəyə bərabərdir? Tillər vurulsun 2. Baxıram, tillərin sayı 1, 2, 3, 4, 5, 6, 7 və 8 til var. Yəni 8 vur 2 bizə 16 biri bildirir. Sıfırların sayı isə nəyə bərabərdir? Xanalardan birləri çıxaram. Sıfırlar olacaq 25 çıxan 6. 9-a bərabər olacaq. Bizə nə deyir? Birlərlə sıfırların fərqi. Yəni birlərdən sıfırlar çıxacam. Cavab olaraq 7 almış olacam. Uyğunlaşdırın. Gəlin qeyd edək. 1, 2, 3. İnformasiya prosesləri verib 4 prosesimiz var idi. Emal, saxlanma, toplanma və ötürülmə idi. Burada 1-ə A uyğundur. İnformasiya xassələri burada baxırıq.
adekvatlıq və aktuallıq var, 2 olur. B və D. 3 üçün informasiyanın təqdim edilmə forması analoq və diskret və yaxud da kəsilən və yaxud da kəsilməz idi. Burada uyğun olan Y-dir. Yəni 1A, 2BD, 3Y olacaq. Həcmi CMYK standartına kodlaşdırılan 1024x5 sonraki ölçülü qrafik təsvirin həcmindən 2 dəfə çox olan Unicode standartına kodlaşdırılmış mətn faylının hər səhifəsində 128 sətir və hər sətrində 256 simvol var. Mətn faylındakı sətirlərin sayını müəyyən edin. Bizə şərtdə deyir ki, 2Q qrafik bərabərdir Q mətnə. Q qrafik üçün nə yazacağıq? 2 vurulsun K üçün 1024x5 son 2 vurulsun I üçün 32 bit verəcəyik. Bərabərdir. Q mətn nəyə bərabərdir? Səhifə sayını verməyib. X səhifə vurulsun 128 sətir vur 256 simvol. Və bunu da vuracağıq. Unicode olduğuna görə 16 bitə. Deməli 2 vur 2 üstü 10 vur 2 üstü 9 vur 2 üstü 5 bit bərabərdir. X vurulsun 2 üstü 7 vur 2 üstü 8 vurulsun 2 üstü 4 bit. Buradan X-i taparam. X bərabərdir 2 üstü 25 bölünsün 2 üstü 19. Yəni 2 üstü 6, yəni 64 səhifə edir. Deyir ki, mətn faylındakı sətirlərin sayını tapın. 64 səhifəm var və hər səhifədə 128 sətrim var. Demək ki, sətir sayını tapmaq üçün səhifə vurulsun sətr edəcəm. Yəni 64 vurulsun 128, yəni 2 üstü 6 vur 2 üstü 7, 2 üstü 13 sayda və yaxud da 8192 sayda sətrim var bu fayl. Bizim bu mətn faylında. Cavab olur 8192. Fərman restoranında 126 manatlıq pul xərclədi. Daha sonra marketdən 103 manatlıq ərzaq aldı və qayıtmaq üçün taksiyə 53 manat ödəniş etdi və fərmanın 36 manat pulu qaldı. Əgər fərmanın evdən çıxmazdan əvvəl 330 manat pulu var idisə, hesablama hansı sayı sistemində aparılıb? Deyir ki, 126 manat xərclədi restoranda. Daha sonra 103 manatlıq ərzaq aldı və taksiyə 53 manat pul verdi və sonda fərmanın 36 manat pulu qaldı. Və hamısı birlikdə evdən çıxmamışdan qabaq 330 manat idi. Say sistemini bilmirəm, hansı say sistemidir. Tapmaq üçün hər birini onluq say sisteminə gətirəcəm. 126 üçün yazacağım x kvadratı üstəgəl 2x üstəgəl 6 üstəgəlinsin 103 üçün x kvadratı üstəgəl 3 üstəgəl 53 üçün 5x üstəgəl 3 üstəgəl 36 üçün 3x üstəgəl 6 bərabərdir 3x kvadratı üstəgəl 3x-ə. Buradan nə alacağıq? 2x kvadratı üstəgəlinsin 10x üstəgəlinsin 18 bərabərdir 3x kvadratı üstəgəl 3x-ə. Alırıq x kvadratı çıx 7x çıx 18 bərabərdir 0. Buradan x çıxılsın 9 x üstəgəl 2 bərabərdir 0 almış oluruq. x1 9-a x2 isə mənfi 2-yə bərabərdir. Say sistemi mənfi olmadığına görə cavabımız 9-luq say sistemi olmuş olur. Qrafın qonşuluq matrisi aşağıda kimi verilmişdir. Hər bir məntəqənin qonşuluq matrisində hansı rəqəmə uyğun gəldiyini müəyyən edin. İlk öncə Y məntəqəsinə baxırıq. Y məntəqəsi 5 dillə birləşib. Demək ki, qonşuluq matrisində 6 rəqəmi bizdə Y məntəqəsini bildirir. Daha sonra baxıram ki, fərqli olan bizdə nədir? H və A məntəqələrdir. Hər biri bir dillə birləşdiyinə görə qonşuluq matrisində bir xana dolu olacaq. Burada 2 rəqəmi və 7 rəqəmi olan sətirdə yalnız bir xana doludur. Yaxşı, hansı A, hansı H-dır? 2-nin kəsişdiyi, baxıram, hansı rəqəmdir? 3. 3-ün neçə tili var? 4 tili var. Baxıram, A məntəqəsi kəsişdiyi C-dir və C-nin 4 tili var. Demək ki, 2 A olacaq. A-nın kəsişdiyi də dediyi nədir? C-dir. Yəni 3 C olacaq. Yerdə qalan digər məntəqə 7 H olacaq. H-ı qeyd edirik. H-ın da kəsişdiyi C olacaq. Yəni H hansı məntəqə ilə kəsişir? 4 ilə. Demək ki, 4 C-dir. C məntəqəsinin əlaqələndiyi məntəqələr D, Y və H-dır. Baxıram 4 sətrinə.
Y və H-ı qeyd etmişik. Yerdə qalır D məntəqəsi. D məntəqəsi demək ki 5-dir. D-ni də qeyd etdik. Daha sonra biz burada hansı məntəqələr qaldı? 1 və 8. Biri B-dir, digəri isə F-dir. F məntəqəsi 2 tillə birləşir. Demək ki, F 8 olacaq. B məntəqəsi də 1 olacaq, çünki 3 tili var.